İkinci Qarabağ müharibəsinə aid olan 42-ci testimiz blok 2025. Burada sırf 2-ci Qarabağ Vətən müharibəsinə aid olan hadisəni seçməyimizi istəyir. Vətən müharibəsi 2020-ci ilin sentyabrından noyabr bəyannaməsinə qədər davam etmişdi. 44 gün davam edir. Xankəndi şəhər mərkəzində dövlət bayrağımızın qaldırılması Xankəndinin azad olunmasından sonradır. Bu 2023-cü ilin sentyabr hadisələri zamanı, deməli, antiterror əməliyyatı zamanı azad olunmuşdu Xankəndi şəhəri. Ona görə bir olan variantımız A və B çıxır. Şuşa bəyannaməsi də 44 günlük müharibədən sonra 2021-ci ilin iyulun 15-də Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında birgə əməkdaşlıq, hərbi birgəlik haqqında imzalanmış bəyannamə idi. Ona görə 2 olan cavabımız C variantı da çıxacaq. Deməli, A, B, C-ni çıxartdıq. 3. Horadiz qəsəbəsinin düşməndən təmizlənməsini də biz çıxardırıq. Niyə? Çünki 44 günlük müharibə zamanı Horadiz qəsəbəsi deyil, kənd Horadiz azad olunmuşdur. Ona görə 3 variantı gedir. Horadiz qəsəbəsi isə Heydər Əliyevin dövründə 1994-cü ilin yanvar ayındakı Horadiz əməliyyatı zamanı azad olunmuşdu. Ona görə 3 də gedir. Deməli, cavabımız olacaq 4 və 5. Xocavənd rayonunun bəzi əraziləri də azad olunmuşdu bu dövrdə. Bir də 5 rayon mərkəzi də azad edilmişdi. Cavab olacaq D variantı.